Aygün Şükürova kimdir? Aygün Şükürova çox zəhmətkeş, çox çətin yollardan keçib. Səncə bir kişi qadından nə istəyir? Bir kişi qadından pul. 90% evli kişilərin bəli, qıraqda saxladığımı deyim, sevgilisimi deyim, əlbəttə ki var. Yəni demək istəyirsən ki, belə bir atalar deyimi var. Hər kəs ayağını yorğanına görə uzatsın. Əlbəttə ki, 500 azərini işləyən bəy bilməlidir qarşısındakı xanım kimi sevir. Tamaran da, Zəngələn də, bəli, Aygün Şükürova oxuyub. İlk ifaçısı özüm olmuşam. Sadəcə o xanım qabağa düşüb. Mən əsəbləşdirdim valla. Mən əsəbləşmişəm. Mən o xanımı tanıyanda heç o xanımı heç kim tanımırdı. İndi gəlmişsiniz ondan danışırsınız mənə ki, filan elədi, reklama getdi, nə elədi. İnsan gərək keçmişini unutmasın. Bu qədər. Salam Aygün xanım, necəsiniz? Salam, çox sağ olun. Bizim Birdiyə proqramının hər zaman olduğu kimi ilk sualı müğənnilərin şəxsi həyatı ilə bağlı olur. Özü haqqında qısa bir məlumat. İlk olaraq sual vermək istəyirəm ki, Aygün Şükürova kimdir? Mən Aygün Şükürova Bakı şəhərində anadan olmuşam. Uşaqlıq illərindən əlbəttə ki, ifaçıyam. Aygün Şükürova çox zəhmətkeş, çox çətin yollardan keçib. İstər sənət yollarında, istərsə də ki, həyat yollarında. Yəni, oxutan xanımları iddiakar olur, arzusuna çatan olur, həyatda məqsəd şəkilli yaşayan, həyatı sevən olur, sevgi dolu bir xanım olur, amma hər zaman dostda, sevgidə kürəyindən vurulur. Bu qədər. Yəni, bütün uğurların ön planda çətinliklər olduğu kimi, əlbəttə ki, mənim də həyat yolumda bir çox çətinliklərlə üzləşmişəm. Və əlbəttə ki, bu çətinliklərə baxmayaraq, bugün öz əziyyətimlə, öz zəhmətimlə istədiyim yerdəyəm. Tam da olması, yəqin ki, bundan da irəli inşallah. Aygün xanım, növbəti sualımız belədir ki, niyə qadın müğənnilərin 80%-i ailə həyatı qurub ayrılıbdır? Yəni, səbəb nədir? Yəni, konkret olaraq istəyirəm ki, cavab deyəsiniz. Yəni, bu sənət qadın üçün, bir müğənni üçün çətin sənətdir. Yəni, hər bəyin çəkə biləcəyi sənət deyil də, hansısa bir müğənni daşımaq, o yükü çəkmək çox çətindir. Yəni, bugün ön kadrda görünməyən, arxada amma görsənməyən daha çox çətin tərəfləri var. Amma belə deyim ki, sizə bu günlərim az da olsa, ailə həyatı ilə davam edən müğənni xanımlar var. Yəni, həyat yoldaşları var, həyat yoldaşları qəbul edir. Yəni, maraqlıdır, nə üçün onlarda alındı, bu 80%-də alınmadı? Yox, mən deməzdim ki, onlarda alınmır, amma ailə ilə bu sənəti bir yerə gətirmək, ona təkan vermək, irəli getmək çətindir də, elə bilirəm. Yəni, ailəli xanımlar, məsələn, xanım deyəydin, bəylər heç də, bəy kişidir. Xanımlar görsən ki, amma yoldaşı olmayan daha çox. Çünki qərarı özü verir. Bugün mən təkəm, düzdür? Ailəmdən ayrılmışam. Bugün mən nə eləmək istədiyimi, hara gedəcəm, neçələ gələcəm. Yəni, bütün qərarları mən özüm verirəm. Amma həyat yoldaşı ilə bir yerdə olanda, bilsən, bəzi nüansı var ki, insanın qarşısını alır. Azərbaycanda bəzi müğənnilər evli kişi ilə sevgili olub və ondan dünyaya uşaq gətirirlər. Sizcə evli kişidən dünyaya uşaq gətirmək olar yoxsa yox? Evli kişi ilə sevgili bəlkə də olar, amma dünyaya evlad gətirmək, ümumiyyətlə evlad elə bir şey, varlıqdır ki, yəni o, nə bilim, sevginin qurbanı eləmək olmaz. Yox, evlad dünyaya gətirməyə tərəfdar deyiləm. Sevgili ola bilər də, ürəyə hökm yoxdur zaten. Sevgili ola bilər. Amma evlad yox. Yəni, siz demək istəyirsiniz ki, sevgili ola bilər, azaddır. Sevgi azaddır zaten, bunu bilirik ki, yəni ürəyə hökm yoxdur da hər halda ki. 90% evli kişilərin, bəli, qıraqda saxladığımı deyim, sevgilisimi deyim, əlbəttə ki, var. Bəs həmən xanımlar düşünmürlər ki, bir gün bunların da həyat yoldaşları gələcəkdə. 100%. Yəni, edəcəklər. Yəni, onları qəbul edərlərmi? Sizə qəbul edib sevgili olurlar, yoxsa düşünmürlər bunu? Yəqin ki, bir qadını gözü yaşlı qoyursa, təbii ki, o bir gün onun da başına gələ bilər. Diləndim o şeyi. Mənə çətin suallar verirsən, kadr
Ya mən onsuz qadın öz ərinə qulluq etməsinə münasibətiniz necədir? Məsələn, əri xəstəlikdədir, onun ayağını isti suya qoyur, ayağını yuyur. Yəni sizin münasibətiniz belə bir xanımlara necədir? Xoşdur yoxsa mənfidir? Yoldaşıma qarşı çox fədakar olmuşam. Baxmayaraq ki, dəyərim olmayıb. Sadaladığınızda əlbəttə ki, mən də onu eləmişəm. Ayağını suya da qoymuşam. Qayğısına da qalmışam. Xəstə olanda da, bəli, təbii ki, bunları eləmişəm. Yəni bunu eləməyən qadın var ki, mənim özümə şübhəli gəlir. Əlbəttə ki, var. Yəni belə deyirsiniz ki, varmı? Amma məncə var. Hal-hazırda Azərbaycan qadınlarının, yəni gənc qadınların 100%-dən mən deyərdim ki, 50%-i etmir. Mən inanmıram, elə bir qadın yoxdur ki, yoldaşı və yaxud sevgilisi onun qayğısına qalmasın. Mənim düşüncəmlə yoxdur, yəni çünki 100-ün 50%, demirəm heç yoxdur. Amma 100-ün 50%-i yəni etmir. Ola bilər, bugünkü dövrə görə bəlkə deyirsiniz də, ola bilər. Qonaq olaraq ilk dəfə sizə sual verirəm ki, bu sualı qadın olaraq övladının müğənni xanımı ilə ailə qurmasını istərdinizmi? Mən ailəmə çox sadiq olmuşam, çox sədaqətli olmuşam. Ailəmlə bir devirdə olduğum vaxtlarda, məsəl üçün, mən bu qədər bugünkü sosial şəbəkədən bu qədər tanınmırdım. Ailəli olan vaxtları belə deyim də, görmüşəm ki, yoldaşım nəyəsə etiraz bildirir, narazılıq bildirir. Mən çalışmışam ki, işimi arxa planda qoyum. Yəni yoldaşımın, ailəmin ürəyici olsun. Başa düşürsünüz, yəni o baxımdan da çətin sənətdir bu sənət. Gündəmdə olan qadın müğənnilər səncə səsi ilə tanınıb, yoxsa başqa bir performansı ilə? Performans başqadır, səsi ilə tanınmaq başqadır. Amma orası ilə, burası ilə tanınmaq bugün daha çoxdur. Tanınan daha çoxdur orası ilə, burası ilə. Gecə ən gec neçədə evə gəlmisən məclisdən? Saat 3, 4, 5. İşimiz budur zaten. Bəli, toydan evə gəlmişəm, bilib ki, toydayam. Mesela rayonda toydayam. 12-də bitib, saat 2-3 olmuşum evimdə. Amma bir sualı var ki, məsəl üçün, gecə saat 12-də yatağından zəng vurur, dost tanışlar, o başqa bir şey. O olmayıb. Bəzi müğənnilərin həyat yoldaşları, düz elə müğənnilər var ki, rayon toylarına gedir, gec gəlir evə. Buna görə də həmən müğənnilərin həyat yoldaşları özləri ilə gedir. Özləri ilə gedir və özləri ilə də gəlir. Mən də onu yaşamışam. Mən onu yaşamışam, bəli. Yoldaşım elə olub ki, mənlə toya gedib gəlib. Həyat yoldaşının xanım müğənni ilə toya getməyə yanında normal qarşılamıram. Həmçinin kütlə tərəfdən normal qarşılamır. Əksər faiz kütlə qınağa məni çevirəcəklər, o demirəm. Yəni mən el məclisində oluram, həyat yoldaşının gələndə nə xanım və ya xanımdır deyək, toyu nə sərbəst, məclisləri sərbəst idarə edə bilmir, nə də ki alınmır. Demək olar ki, Azərbaycanda müğənni xanımların, belə deyim, 100%-dən 60%-nin sponsoru var. Sponsorun səbəbini ön plandadırlar və reklamları böyükdür. Sizdə var mı? Mənə maraqlıdır. Sponsorum yoxdur. Sponsor deyəndə ki, bizdə Azərbaycanda sponsor deyil. Hamının dilində həci deyirlər də, yəni. Sponsor başqa bir şeydir. Sponsor pul qoyub, pul götürür. Bizdə həclərdir, mənim həcim yoxdur. Bir kişi 500 manat aylıq əmək haqqı alırsa və o kişidir də, yəni sizdən xoşu gəlir. Yəni onunla ailə həyatı qurarsınızmı? Mən sevə bilmirəm. 500 azyenlikdə bəylə ailə qurmaram. Çünki mən bu günləri normal şəkildə, normal pul qazanan bir xanımam. Yəni demək istəyirsən ki, belə bir atalar deyimi var. Hər kəs ayağını yorğanına görə uzatsın. Əlbəttə ki, bəli. 500 azyenli işləyən bəy bilməlidir qarşısındakı xanım kimi sevir, kimə aşiq olur, kimə təklif edir. Səncə bir kişi qadından nə istəyir? Bir kişi qadından pul. Kişi qadından sərbəstlik, rahatçılıq, qadın məni bezdirməsin. Mən də gedim qıraqda rahat həyatımı yaşayım. Bunu istəyəm. Amma qadın sərbəst istəyən kişilər o saat çıxır. Nə? Necə? Hara gedirsən? Olmaz. Bunu eləmək olmaz. Kişilər nə istəyir ki? Rahatçılıq. Qadın kişisə çox yerində kişi qadından qaçır. Agün xanım, eşitdiyimizə görə, yəni bizim aldığımız məlumata görə Tamara mahnısını Azərbaycanda ilk ifa edən müğənni siz olmusunuz. Bəli, doğrudur. Nəinki Tamara, Tamara da Zəngələ mahnısında, toylarda, en şərlilərində ilk oxuyan mən olmuşam.
Amma gəlin belə deyək ki, siz dediyiniz iki ifanın da Kəmalə Günəşlinin ifasında biz eşitmişik. Tamaran da, Zəngələn də, bəli, Aygün Şükürova oxuyub. İlk ifaçısı özüm olmuşam. Sadəcə o xanım qabağa düşüb, güclü reklam elədi. Ona görə insanlar da onun tərəfindən qarşıladılar. Son olaraq Aygün xanım, sizə təşəkkür edirəm ki, dəvətimizi qəbul edib proqrama gəldiniz. Çox sağ olun. Minnətdaram dəvətiniz üçün. Doğrudan da ideya dolu bir gün yaşadıq. Thank you.